Kənardan baxanda raketa oxşasa da bu keçmiş dövrlərində kənd yerlərində yağ hazırlamaq üçün istifadə olunan nehrədir. Bakıdan qonaq gələn bacım oğlu Raul əli boş qayıtmasın deyə ona qəşəng nehrə yağı hazırladım. Alma bış, ozma düş. Dıkkın dışın, dıgı dıgı dış. Dıkkın dışın. Halva deməklə də ağız şirin olmur. Kəndə qonaq getdinsə də fərqi yoxdur, işləməlisən. Qonaq da olur bir gün, 2 gün. Nehrəni asdıqdan sonra lazım olan qatığı, qaymağı, suyu əlavə edib üstünə də təmiz bir dəsmal qoyuruq. Biz də nehrə yağı istəyirik deyirsinizsə yazaraq sifariş verə bilərsiniz. Bizdə bunun adı nehrə yox, başqadır deyirsinizsə fikirlərinizi videonun şərh bölməsinə əlavə etməyi unutmayın. Çalxalayanda da nehrənin içi belə görünür. Hər nehrə görəndə, çalxalayanda köhnə uşaqlıq vaxtlarım yadıma düşür. Çoxunun yadına gələr ki, uşaq olanda nənə babamız nehrə yağı dəndə biz də nehrənin üstünə qoyub yellədərdilər. Bu dəfə nehrənin üstündə isə oturan Raul idi. Tamam çok korkuyorum. Çok korkuyorum. Korkma. Təzə yellənməyə qorxan Raul sonlara yaxın nehrədən düşmək istəmirdi. Sonda az qalsın ehtiyatsızlıq edib nehrəni yerə dağıdacaqdım. Nəticə olaraq hazır olandan sonra ayran qarışır yağı qaba boşaldıb yağı ayırdım. Ən sonda da təndir çörəyin üstünə yaxıb doyunca yedim. Bununla da bir vlogun sonuna gəldim. Məni takip edərək videolarımı bəyənib paylaşmaq sizdən, çoxlu videolar çəkmək məndən. Növbəti vloqlarda görüşənədək.